Herkese selam. Bugün Grade 5 Big Summative 1 yani 5. sınıf Büyük Summative 1'i izah edeceğim. Gəlin suallara baxaq. 1. Choose a noun with the article an. An article ile olan ismi seçin. Gəlin baxaq. E ve an article'lar var. E samitlə başlayanlarda işlənir. An ise sait ile başlayanlar düşünür. Gəlin variantlar baxaq. Notebook. N samitdir, ona göre bu değil. Pen. P da samitdir, ona göre bunlarla E işlənəcək. Pencil case. Burada da səhvdir, çünkü P samitdir. Backpack. B da samit olduğu için yanlıştır. Ama A variantında E sait olduğu için doğrudur. An easier. Keçdik ikinci suala. Choose the correct line of school objects. Məktəb əşyaları ilə düzgün cümləni seçin. Düzgün sıranı seçin. Yəni baxaq. A dog, a cat, a horse. Bu yanlışdır. Çünki bizə school objects, yəni məktəb əşyaları deyilir. Dog, cat və horse heyvandır. İt, pişik və at. Bu əlaqəsizdir, bu yanlışdır. B variantı. A book, a pencil, a ruler. Bu doğrudur çünkü kitap, karandaş ve xətkeş. A shirt, pants, shoes. Kofta, şalvar ve ayakkabılar. Bu da yanlıştır. Bedroom, a kitchen, a bathroom. Yatak otağı, mətbəx ve hamam otağı. Bu da yanlıştır. An apple, a banana, a watermelon. Alma, banan ve karpuz. Bu da yanlıştır. Doğru variantımız B variantı. Keçdik. Choose the antonyms. Antonimler seçin. Gel bak. Big, large. Big, büyük demektir. Large ise geniş demektir. Bunlar antonim değil, yanlıştır. Short, long. Short, kısa demektir. Long, uzun demektir. Bu doğrudur. Wide, narrow. Geniş demektir. Bu ise dar demektir. Bu da doğrudur. Nice, beautiful. Güzel, güzel. Bunlar sinonimdir. Good ve yaxşı, yaxşı. Bunlar da sinonimdir. Choose the correct word. Düzgün sözü seçin. What is your a doctor? Burada doktor peşə mənasını bildirib. Ona görə nöqtələrin yerinə peşə soruşmaq üçün peşə mənasını verən bir söz tapmalıyıq. Gəl baxaq. What is your hobby? Hobby, sənin hobbin nədir? Bu həkim olanmaz. Ona görə bir yanlışdır. What's your time? Sənin vaxtın nədir? Bu da həkim olmaz. What is your day? Sənin günün nədir? Bu da olmaz. What's your name? Sənin adın nədir? A doctor olmaz. What's your profession? Bu olar. Sənin peşə nədir? A doctor, həkim. Choose the correct order. Sıranı düzgün seçin. Monday, Tuesday. Baxın indi. Burada Monday birinci gün mənasını verir. Tuesday ise ikinci gün. Birinci gün, ikinci gün, üçüncü gün ise İngilizcə Wednesday, yəni en variantı. Bazar ertəsi, çərşənbə axşamı və çərşənbə. Friday 5-ci gündür. Sunday bazar gündür. Saturday şənbədir. Thursday də cümə axşamıdır. Bunlar yanlışdır. Choose the correct line of plural nouns. Cəm isimlərin düzgün sıranı seçin. Baxaq. Jeans, arm. Burada jeans doğrudur, cəmdə işlənib, amma arm təkdə işlənib, bu yanlışdır. Home, ev, thing, düşünmək və ya şey. Bu da yanlışdır, çünki home təkdədir, baxanda bilmirlər. Bikes cəmdədir, bu doğrudur. School da cəmdədir. Doğrucamız C variantı. Fingers, cat. Burada fingers da gördüğünüz kimi cəmdədir, amma cat təkdə olduğu üçün bu deyil.
flower. Burada da flower'a baxan kimi bilinir ki, burada deyil. Keçdik getdiyə. Match the numbers. Rəqəmləri birləşdir. Bu 82'dir. 80 İngilizce 80. 2 də 2. İndi baxaq variantlarda hansı budur? 82. Bu olacaq. 82. Sonra 63. 60 İngilizce 60. 3 də 3. Bu da olacaq 63. 79. 70 İngilizce 70. 9 da 9. 79. Bu da belə. 8. Complete the sentence with what, where, how. Cümlələri nə, harada və necə suallarıyla tamamlayın. Old are you? Yaş soruşanda how, yəni sən yaşın neçədir? How old are you? Is the date today? Burada da günü soruşur. Burada da olacaq vaxt. Bugün nə gündür? What is the date today? Bugün neçənci gündür? Burada da are you from? From soruşanda where yazırıq. Where are you from? Sən haradansan? Geçdik 9'a. Underline the correct words. Düzgün sözlerin altına xətt çəkin. I often listen to music or sports. Baxın burada. I often, mən tezliklə listen. Listen dinləməkdir. İdmanı dinləmək olmaz. İdmanı dinləmək olmadığı için burada olacaq music. 2. I go to school on my bike or cell phone. Deyir ki I go. Burada baxın go var. Cell phone isə telefon deməkdir. Telefonla məktəbə getmək olmaz və burada olmaz. Burada olacaq bike, yəni velosiped. 3. My favorite sport or jeans is volleyball. Jeans eyni şeydir Azərbaycan dilində də, amma voleybol idman olduğu üçün burada da sport götürəcəyik. Çalışma 10. Complete the sentence with the correct form to be. Cümləni to be'nin düzgün formasıyla devam ettirin. Tamamlayın. She, my friends. Baxın, she, he, itlə həmişə is işləməsi. Ona görə burada olacaq she is my friend. O mənim dostumdur. We-də. We-də isə are işlənir. Ona görə olacaq bu we are late for the lesson. Biz dərsə gecikdik. Ayda da həmişə, yəni normal zamanda I am olur. I am happy now. Mən indi xoşbəxtəm. Make up the sentence. Cümləni düzəltin. Baxaq. Camel cool a student is. Burada olacaq birinci Kamilin adı mübtəda. Bunları silək. Birinci olacaq mübtəda Kamil. Sonra gələcək xəbər. Bu cümlədə də xəbərimiz isdir. Kamil is. Sonra gələcək article, sonra gələcək cool, sonra da student. Kamil is a cool student. Geçtik 12'ye. Underline the correct words. Düzgün sözlerin altına xətt çəkin. I'm from Brazil or Brazilian. Brazilian olmaz çünkü from olanlarda Brazil. Sadece ölkənin adı yazılır. My friend is Spanish. Burada my friend is Spanish olsaydı mənim dostum İspandır. İspanyadır, yəni ölkədir. Amma Spanish İspanyalıdır. Geçtik 3'e. Sakura is, burada da olacaq Japons. Sophia is from France. From olanda normal ölkənin adı işlənir. Amma is və başqa bir şey olanda milliyyət, Spanish, French, Brazilian. Complete the sentence with there is or there.
Cümlələri there is ya da there ilə tamamlayın. 1. A sheep in the garden. İndi baxın. Sheep normalda tək belə yazılır. Sheep tək belə yazıldıqda cəmdir. Yəni bura s əlavə olunmur. S əlavə olunmur. Bu özü cəmdədir. Amma sheep'ə a sheep qoyanda o təkdə olur. Burada da e artiklı olduğu üçün burada there is yəni təkdə olacaq. There is. Keçik 2. Beautiful flowers. Baxın sonunda s var. S yəni cəmlik bildirir. Ona görə burada there are olacaq. Keçik 3'ə many students. Burada da s var və many cəmlik bildirir. Ona görə burada da there are olacaq. 4. A book. Baxın, book həm cəmdə deyil, həm də qabağında e artiklı var. Yəni təkdədir. There is. Keçdik 14-cü sözə. Underline the correct form of the verb to have. Have-in düzgün formasının altına xətt çəkin. He have or has a talent for drawing. Baxırıq. Bunun rahat yolu he, she, itdə has işlənir. Burada da olacaq. He has a talent for drawing. 2. The flowers have or has. Bu da flowers have işlənəcək. Çünki flowers nə he'dir, nə she'dir, nə də itdir. The computer have or has a bright screen. Burada computer it mənası verir, ona görə has işlənəcək. We has tickets for the concert. Burada da we ilə has işlənməz, burada olacaq have. Keçiyorum 5'e. Read the text and answer the questions. Mətni oxuyun və suallara cavab verin. Sam lives in the big house with his family. Sam onun ailəsi ilə böyük evdə yaşayır. He has a dad, a mom and 2 brothers. Onun atası, anası və 2 qardaşı var. There are 4 rooms in their house, a living room, a kitchen and 2 bedrooms. Onların evində 4 otaq var. Qonaq otağı, mətbəx və 2 yataq otağı. Their living room is large and light. Onların qonaq otağı geniş və işıqlıdır. There are 2 beds in their bedrooms. Onların yataq otaqlarında 2 yataq var. Their bedrooms are large too. Onların yataq otaqları da genişdir. Sam sleeps in the same bed with his brother, Ted. Sam onun qardaşı Tedlə eyni yataqda yatır. They are school boys. Onlar məktəb oğlanlarıdır. They do their lessons in their bedrooms. Onlar onların yataq otağında dərslərini edirlər. There are 2 beds, a lamp, a wardrobe and a writing table. 2 yataq, 1 lampa, 1 şkaf və 1 yazı stolu var. Sam's dad is a dentist, his mom is a nurse. Sam'in atası diş həkimi və onun anası isə tibb bacısıdır. They often TV in the living room together. Onlar tez qonaq otağında birlikdə televizora baxırlar. Sam loves his family very much. Sam öz ailəsini çox sevir. Choose the best teacher. Gəlin baxaq. Sam's hobby. Mətnə görə bir title seçmək.
Sams hobi olmaz. Mətndə Sam'in hobilərindən danışmır. Sams and his family. Bu doğrudur. Çünki mətndə onun qardaşı, özü, anası və s. danışılır. Sam's school. Burada məktəb haqqında çox balaca, sadəcə məktəbə getdikləri haqqında məlumat var. Sam's room. Bu da yanlışdır. Çünki ailədən daha çox danışılır. Choose the correct variant. Sam lives in a big house alone. Bu yanlışdır. Bəli, böyük evdə yaşarlar, amma tək yaşamır. Sam is a schoolboy. Bu doğrudur. Sam məktəb oğlanı. Sam dad is a nurse. Bu yanlışdır. Sam'ın atası diş həkimidir. Tibb bacısı olan onun anasıdır. They watch TV in their bedroom. Bu da yanlışdır. Living room'da baxırlar. Complete the sentence. Sam and his brother. Sam və onun qardaşı. Gəlin baxaq. Sam sleeps in the same bed with his brother. Sam and his brother sleep in the same bed. Choose the antonym to the word dark from the text. Mətndən dark sözünün antonimini tapın. Dark qaranlıq, qara mənası verir. Qaranlıq. Burada da bunun antonimi hanı? Light, yəni işıqlı. Burada light. Bugünlük bu qədər. See you later.